Bizə sual verir ki, bərabər kütlə y-dən istifadə etməyə alınan hansı maddə mol miqdarı daha böyük gəlir? Bax, tutam ki, y burada da 20-dir. Burada 20-dir. Kütləsini 20 götürmüşəm. 20 götürsəm burada eləcək 40. 20-dirsə 25-ə 100. Burada 20 ise burada olacaq 60. Burada olacaq 24 80. İndi məntiqlə fikir et. 80-ə, 60-a elə bir ədəd götürək ki, elə bir ədəd götürək ki, biraz rahat olsun. 5 götürək. 5 götürək kütləsən 5. 5'i 2 yavanı burada 10. 5'i 5 yavanı burada 25. 5'i 3 yavanı 15. 5'i 4'e 20. 20'yə, 15'ə, 10'a, 25'ə, 5'ə olan ədəd nə götürə bilərim? Məsələn 300 götür. 300'ü 5'e böləndə burada deməli 60 dənə götürmək 60'a. 300'ü 10'a böləndə burada 20. 300'ü 25'e böləndə 325'e böləndə burada eləyəcək nə 12. Bax fikir versiniz hansının kütləsi harda azdırsa, onun da mol miqdarı nə qədər çox götürəcək. Deməli cavab 1-də A bəndi. 2-də baxırıq. Birləşmədə kükürdün kütlə payı 20% olsa x-in sıfır atom kütləsi. Necə yazırdıq? 20% bərabərdir. Kükürt dediyinə görə kükürdü yazırıq yuxarıda 32. Aşağıda bunların cəm. Aşağıda cəm 2x üstə gəlir 32. Vurulsun 100%. Keçək növbəti sualımıza. Özü tapılsın. X o birləşmə oksigen kütlə payı 20 olarsa. Və yaxud da uşaqlar, bir yuxarıdakı sualda var. Heç elə yazmırsınız belə. Bura baxın, kükürt 20%dir. Burada 80 düşür də. Bunun altına 2x yazıram, kükürdün altına 32 yazıram. Yəni 80 bölünsün 2x bərabərdir 20 bölünsün 32. 80 bunu yıxsam bura qalır 4. X bərabər deyil 60'dır. İndi həmçində növbəsinə baxaq. Burada da elə yaza bilərik. Oksigen kütlə payı 20 verib. Yazıram 20 oksigen üstünə. Bura düşür 80. Bunun altı x yazıram. Bunun altı 16. Yəni 80 bölünsün x bərabər 20 bölünsün 16. Bu da eləyəcək 64 eləyəcək. Bilməm nə qədər eləyəcək. Hansı birləşmədə azotun kütlə payı daha kiçikdir? Bir hesablayırsınız. Bir hesablayırsınız. Azotun kütlə payı daha kiçikdir. Məncə belə deyim də, elə baxanda bilinir ki, kütlə böyüdükcə azotun yəni oksigen sayı harda daha çoxdur. Orada azotun kütləsi daha azdır. Yəni misal üçün də bir var ki, 2n bölürsə n2 olsa və 2n bölürsə n2 o 5 hansında daha az olur? Əlbəttə n2 o 5-də. Növbəti 0,1-in kütləsi 0,2 qram azdır. Yəni ki, bundan bunu çıxanda 0,2 eləməlidir. Yəni 0,2 vurulsun. X-də gələk 4y. Çıxılsın 0,1 vurulsun. 2x üstə gəl 6y. Bərabər 0,2. Bu da adi tənlikdə açırsınız, həll eləyirsiniz. 6'ya baxaraq. Deyir bizə ki, 40 qram birləşməsində 12 qram y vardır. 40 qram. Buraları silək, lövhəmizə daha yaxşı yaza bilək. 40 qramda 12 qram y vardırsa, 3y-də, bu da 3y-də, 3y-də. 2y üzərinə gəl 3y-dədir. Ümumi kütlə. Bax, ümumi kütlədir. Gəl bunu həll eləyək. 12-ni 3-ə böləndə eləyir 4. 40-ı da 4-ünü 10 eləyir. Yazam 2x üstə gələ 3y bərabərdir 10y. Düzdürmü? 2x bərabərdir aldım nəyə? 10-dan 3 çıxanda 7y aldım. Buranı silək artıq. Bunlar bizə lazım deyil. Mən bunu riyazi yolla geçsəm x-in yerinə nə durdu? 7k. Y-in də yerində 2k durdu. Bunu burada yazdıq. Bu da artıq mənə lazım deyil. İndi baxaq. Deyir ki, x3, 4 birləşməsi x-in y-ə nisbəti. Yəni 3x-in 4y-ə nisbəti. Axı x 3-dür hələ də.
X'in yerinə nə yazacağam? 7, 3 vur 7, 21, 4 vursun 2, eləyəcək 8. 6-da cavab D variantı. Bu ən rahat üsuldur. Təkrar baxın ki, yadınızda qalsın. Qraf X-in nisbət atom kütləsini tap. Baxaq. 3 qram X-da ümumi kütlə nə qədərdir? 11-dir. X-in nisbət atom kütləsini bilmirdik. X-da da burada nə qədərdir? X üzərinə gəlsin 16 vur 2, 32. Bunu da özünüz həll edib tapırsınız ki, neçə eləyir? 11 x bərabər 3 vurursun. X üstəgə 3 vurursun 32. Çarpaz vurursunuz da. 11, 8, 32, 8, 14, 4, 11 bilmədim da. Orada bir dəqiqə 11, 11'den 32, 8'e bölündü. 4, 12 eləməlidir. 12 eləyir. Keçək növbəti sualımıza. 8-ci suala baxırıq. Karbon atomlarının sayı deyir bərabərdir. Baxın, karbon atomunun sayı bərabər olması üçün bura 3 yazıram, bura 2 yazıram. Qarışığın da həcmi 2 indi burada başqa sualda deyir. Buna baxın. Deyir qarışığın həcmi 44,8-dir. İndi 44,8 yəni kim oldu? Bunu kim oldu eləyir? Ümumi kim oldu? İndi mən bunu necə hesablayıram? Bunu 1,5 x yazaq. Buna da x yazaq. Niyə görə elə yazıram? Yəni ki 2-ni 1,5-ni 3x-ə bərabər yazın. Onda 1,5 x üzərinə gəl x bərabərdir 2. Mən x-i tapmalıyım. 2,5 x bərabərdir 2. Kimdən 2,5'ə bölün? Telefonda işləməyəcək. Evi 0,8. X'i tapdım 0,8. X'i 0,8 tapdım. Məndə nə yazır? 3H8'i. Gətirib 1x 0,8'ə vururum. 0,8. Yaxud da ki 1,2 0,8'ə vuracam. Hansını sorursam onu vurur. Yenə baxıram ki 60% oksigenə düşür. Amma eyni şeydir. Bax 40% budursa 60 budur. Yəni 40 bölünsün x bərabərdir 60 bölünsün 3, 16, 48. Sıfırlar getdi. 48, 6 bölünsün 8, 8, 4. X-in nisbət atom kütləsi elədi 32. X-in nisbət atom kütləsi 32-dirsə, ümumi kütləni tapdı. 32 üzərinə gəlsin 3 vursun 16, 48. 80 edir. Birləşmədə Y-in kütlə payı. Burada Y-in kütlə payı 40'dır. 40'dır. Burada nə qədərdir? X 60 düşür. 60 bölünsün X bərabərdir 40 bölünsün 2Y. Buna bu getdi. 4 ilə 6 gedən 2 qalır. Altında 2 gedən də burada 3 qalır. Yəni 3Y bərabərdir X. X bərabərdir 3Y. Daha bunlar silək. Bunlar bizə lazım deyil. Deyir X birləşmədə X-in kütlə payını Y-in kütlə payını Y böləcəm nəyə? X də gələk Y-in kütlə payını da vur 100%'dir. Y-im durur yuxarıda. X-imi yəni aşağıda yəni 3Y. Bu da 4Y. Topunda vursun 100%. Bu da elə 25%. Biraz hədəf uşaqlar güvənə baxmış çətindir. Çox belə düşündürücü suallardır. Azot və oksigen kütlə nisbəti 7'nin 12'dir. Bu N2O3 eləməlidir. N2O3'də 12, 14, 14, 28. Aşağı bəzi məsələləri baxan kimi tutaq. 3'ün 16'ya 48. Hər tərəfi neçə bölək bunu? 4'e bölək. 28'i 4'e bölək. 7, 48, 4'e bölək. Nə olur ki, düzdür. N2O3'dür formul. Formulum N2O3'dür. Yəni, burada 12 olmağına bildim ki, formula N2O3'dür. Bilmə, cəmi neçə atom var? 3'ün üzrə 2 gəlin 5. 5 də 0,2'yə vururam. Eləyir 1Na. 12. Qrafik əsasında A-nı müəyyən edin. A-nı müəyyən edək. Baxaq da necə təyin edə bilərik. X-in kütləsi 8 olanda
M3 dolu 24. X-in kütlesi 16 olanda deməli 48. Baxın 3 dəfə çoxdur. 72-ni 3-ə bölündə eləyəcək nə? 24 eləyəcək. Bəzi elə məsələlər var ki, uşaqlar, onu hesablamağa ehtiyac yox. Daha uzun dərə. Elə orada rahat şəkildə baxanda misal oxumaq olur. 13-cü suala baxaq. Kütle payını tap. Kütle payları bir-birinə bərabərdir. Baxın, M-dir. Yəni ki, belə yazacağım da. X bölünsün 3y bərabərdir. Vursun 100% bərabərdir. Təmiz silmədim. Deməli, X bölünsün 3y. Deməli, kütle paydı. 3y üstə gəl x bərabərdir. 2x bölünsün 2x üstə gəlsin 3z. 3z. Burada x'lər gedir. Həll edib tapın. 3y2 bu çarpaz onda 2'ni 3 edib 6y üzərinə gəlsin 2x bərabər 2x üzərinə gəlsin 3z. 2x'lər getdi. 6y bərabər 3z. Z də bərabər 2y qaldı. Mən z'i tapdım 2y. Adi misalda həll edirsiniz. Z'i tapdım 2y. Z, y, 3 birləşməsində y'in kütle payı. Yəni 3y bölünsün 3y üzərinə gəlsin z. Z'in də yerinə 2y qoyacağım. Buraya yazdım 2y. Vurulsun 100%. Çox güman ki 60 eləyir. Karbon kükürddən ibarət 2,5 mol qarışıqda bir kükürt atomuna 4 karbon atomu düşür. 2,5'dir. Buraya yaza bilmirik. Buna A yazaq, buna B yazaq. Deyir, bir kükürt atomuna 4 karbon düşürsə, yəni karbon kükürddən 4 dəfə çoxalır. Buna A desəm kükürdə, bu olacaq 4A. Və 4A'nın cəmi bizə 2,5'dir. A da bərabər 0,5. A'nı 0,5 tapdım, gətirib qoyuram yerinə. Burada A'nın yerinə, yəni karbon olacaq 0,5. Daha doğrusu kükürt olacaq 0,5. Karbon da 0,5 olsun 4. Eləcək 2. 2 mol. 2 olsun 12, 0,5 olsun 32. Cavabı sudan tapırsınız. Neçə eləyir? 40 qram birləşmədə 12 qram oksigen var. Eyni şey qaydalardır uşaqlar. 12 oksigen isə 40-dan 12 çıxım 28'e buna. 28 bölünsün 2x bərabər 2x'dir. Bu da 12 bölünsün 316 48. Tənəsindən tapsın x-ni eləyir. 9 sualımızla qutarıq. Özümdə yorulmuşam. 2 mol A maddəsi parçalandıqda 1 mol oksigen və 22 qram B22. 1 mol oksigen, yəni 32 qram demək. 32 üzərinə 22 gələm. 32 üzərinə 22 nə qədər eləyir? 54 eləyir. Bu 2 mol parçalananda alınıb da 54, düzdürmü? Mən nəyi tapıram? Yəni 2 mola 54'dür da bu. Demək 1 molda 27 eləyir. 17'ye baxaq. Aman Allah'ım. Magnezyum dioksid, pardon, magnezyum oxidi dioksid qabda 8 qram saf maddə qalmışdırsa, hansı qrafik doğrudur? Ağzı açıq qaldırsa, deməli karbon qazı buxarlanıb gedib. Karbon qazı yoxdur. Magnezyum dioksid
Qabda maqnisium zidd maqnisium odu. 8 qram saf maddə qalmış. Saf maddədə qarışıq yoxdur. Yəni parçalanma tam gedib. Deməli 8 qram buna aiddir. 8 qram buna aiddir. 8 qrama bunu yazırıq. X birinci taba maqnisium nə qədərdir? Maqnisium 10 deməli 24 16 elə 40. 40-da da maqnisium CO3 84 idi deyirsən. Səhv eləmirəmsə 84 olmalıdır. 84. 40-ı 8-ə 5. 84-ü 5-ə böləndə 16,8 eləməlidir. 16,8 idi. Bu tam parçalanıb. Bunu götürürük. Çünki saf maddə deyil. Əgər olmasaydı, belə olsaydı qrafik uşaqlar. Birdən qrafiki belə verir. Onda səhv idi. Bu sıfıra düşməlidir. Birinci düz gəldi. Bu düzdür. İndi 8-ə görə CO2-ni tapaq. 8-ə görə CO2-ni tapaq. 8-də karbon qadı X yazıram. Karbon 40 idi. Karbon qadı nisbət atom kütləsi 44-dür. Bunu buna böləndə 5. 44-ü 5-ə böləndə 8,8. Bu da düzdür. Sonra baxaq. Maqnisium 12 8 qramdır. Mola çevirməklə 8-i böləm 40-a. Maqnisium axı 40 idi. Bu da 0,2 deyil. Hələ deyil, hamısı düz deyil. 18. Ağzı açıq qabda baş verən reaksiya 84 qram natrium hidrokarbonu parçalamasa bərk maddənin kütləsi 15,5 qram azalıb. 15,5 qram azalan nədir? Karbon qazı ilə sudur. 84-dən 15,5-i çıxaq. Görə reaksiyanın praktiki çıxımını tapın. Praktiki çıxım solda hansı maddə verir? Solda 84 verir, düzdürmü? Birinci bir dəqiqə baxaq. 15,5 çıxanda 68,5 eləyir. 68,5 düşür natrium karbonudur. 84 ömkə sola bax. 84 0,84 x. Yəni 0,84 x-a 68,5 durur. Natrium karbonatı deməkdir. Bu da təzə çıxır. Nisbət atom kütlələri vermirlər. Adam bir saat hesablayırsan. 2 vurulsun. Natrium hidrokarbonat 23 üzərinə gəlsin 1, üzərinə gəlsin 12, üzərinə gəlsin 48, 84. İndi buna heç nisbət atom kütləsini taparaq. 46 üzərinə gəlsin 12, üzərinə gəlsin 48. 106 da budur. Buradan x tapırsınız ki, neçə eləyəcək. Keçək növbəsi sualımıza. Reaksiya praktika çıxımı. Bərk maddənin kütləsi. Keçək növbəsi sualımıza. Qapalı qabda baş verən reaksiya sözdə T1 anda qabda olan qaz qarışığının orta molyar kütləsi deməli 13-dür. Deməli uşaqlar 13 bərabərdir. 1 mol T1'dir. Bax bu alınan maddələrdir də. Bu iki dənə qrafik alınan. Baxın 1 buradadır. 1 hansına aiddir? Az aiddir. Deməli bu 1'dir. Azot 1'dir. Hidrogeni bilmirəm nə qədərdir. 1 mola görə, 1 mol hidrogenə görə, azota görə hidrogen tapaq. Deməli 3 molda hidrogenə düşür. Deməli bu 3 imiş və bura 3. Bu 1'ə görə azot tapaq. Bu da elə 2 mol. Onda 13 nəyə bölür? Bizə nəyə tapırıq? Qabda olan qaz qarışıq orta molyar kütləsi. Bizə deyir ki 2 molda sərf olunur da. Qabda olan qaz qarışıq. 2 mol sərf olunursa bunda x-2 qalır. x-2. 13 bərabərdir. Orta molyar kütlə nə idi? 13 vurulsun. Bunu elə yerə yazaq ki. Buraya yazaq aşağı. 13 bərabərdir.
X minus 2'yi vursun NH aitdir. Vurum 17'ye. Üzerine gelsin. 1 vurursun N2 28. Üzerine gelsin. 3 vursun 2 6. Bölsün molların cəmini. Bax bunların cəmini. O da birisi üçgen 4. 4'ün de x minus 2 gələndə eləyəcək x üstə gələ 2. Buradan da ki x'i tapırsınız ki neçəyə bərabərdir. 20'ye baxırıq. Axıra qədər gedərək x'i müəyyən edin. Buradakilərin cəmi buradakilərin cəminə bərabərdir. Vəssalam. 21 A-nı müəyyən edin. Deməli 14 əmələ gəlib Z-dir deməli. Bu 10 sıfıra düşüb indi biz bilmirik də. Biri ikisinin də başlanğıcı 10'dur. Biri 10 tam sərf olunub. Birinə yazaq 10. Olsa 10 çıx A sərf olunub. Yəni 10 üstə gələ 10 çıx A bərabərdir 14'ə. O da 6 eləyəcək. Soldakilərin cəmi sağdakilərin cəminə bərabərdir. Bərabər mol miqdarda götürmüş. Məsələn, N götürək. Praktik çıxama güzel. N götürsək 2 mola 1 mol oksigendir. N mol oksigen olanda nə qədər hidrogendir? Hidrogenin modu X bərabərdir 2N. Hidrogenin 2N'dir. Bir dəqiqə. Praktik çıxamadakı yəni reaksiya hamısı sərf olunur. Bir də baxın məsələyə. Bərabər mol miqdarı götürmək. N götürək hər ikisini. 2 mol hidrogenə görə 1 mol oksigendir. N mol oksigenə görə nə qədərdir? 2N. Hər ikisində N götürmüşəm də. N. 2N'dən N'i çıxmaq olmur. Bu səhvdir. Belə tapmayaq. İndi keçək bursuna. Deməli 2 mol hidrogenə 1 mol oksigendir. N də belə götürən nə qədər oksigendir? X mol oksigen. X də bərabərdir. N bölünsün 2. Yəni ki N bölünsün 2. Belə də götürə bilər. Bunu hidrogen N götürür ki, bunu 2. Bu N'i 1'ə bölündə N eləyir. N'i 2'yə bölündə N bölünsün 2 eləyir. Aydın oldu. Həcm də eynidir. Eyni qaydayla gedəcək. Kütlə isə burada yazıb ki, sıfıra düşüb. İkisi sıfıra düşə bilməz. Axı artıq qalır birindən. Çünki eyni mol miqdarda götürür. Ona görə bir düzdür. Burada da oksigenlə hidrogen yeri tərsim olsaydı götürəcəkdik. 23. Orada hesablama ehtiyac yoxdur. Götürdüyümü əmsala bölürük elə bəs eləyir. X'i müəyyən edin. C maddəsinin yarısı reaksiyaya daxil olub. C maddəsi 18'dir. Reaksiya 18 götürmüşəm. Yarısı yəni 9 reaksiya daxil olub. Buraya yazaq C üzərinə gəlsin. B alınıb D. D X'dir. Yəni 9 bu alınıb. Məndən nə soruşur? Məndən soruşur ki, X'i müəyyən elə. 9 deməli, bura baxın. B'də 18'də hamısı reaksiya daxil olub. Soldakinin cəmi, sağdakinin cəminə bölüb 9 18 bərabər 27 eləyəcək. A qram etilen yandıqda, A qram etilen CO kəməli, A qram etilen yandıqda bilmirəm nə qədər CO kəmələ gəlir. Bunun nisbət 2'nin 12, 24, 24, 28 qramda yazanda karbon qazının 44 vur 2, qalanda 2 elə 48. Bunu hesab X bərabərdir, düzdür mü? X'e də 4'ə bölünür. Çünki 4'ə bölündü. Burada 7, 48, 48 neydi? 44'ü 2'ye vurandı 88. Bu da eləyir 88'i 4'ə bölündü 22. 22'ye bölünsün 7, bu düzdür. Sonra az A qrama görə A qram yanında deyil neçə litr oksigen? X litr oksigen. 44 deməli 28
qram yox 22,4 hə 28 qramda da neçə litrdir? 3 vursa 22,67,2. Bunu da hesablayırsınız. Düzdür ya səhv? Keçirlər sonra növbəti. Yəni A qram yanında X sayda 28 qram yanında deməli biz NA götürəcəyik. Burada nə qədər sudur? NA 2 NA. 2 NA götürəcəyik. Altımızda 2'ye vurmayıb da daha 2 NA yaza bilmək 602'nin. Sən burada tapırsan neçə eləyir? 8 qram kalsium karbid oksigende yanında kalsium. 8 qram kalsium yanı, kalsium oksigen alır. Sonra baxıram 8 80% verir. Verir 6,4. 6,4. Neçə qram kalsium alınır? Kalsium 40 nisbətən bizə bunu da kütləsi eləyir 56. Bunda 64 dərəcə böləndə eləyir 16. 16'da vurasınız 56'ya da neçə eləyir oradan da tapırsınız.